Peşə təhsili müəssisələrinin tələbə qəbulu üçün ilk olaraq Portal Edu.az saytına daxil oluruq. Sayta keçid etdikdən sonra qeydiyyat hissəsinə basırıq. Qeydiyyat üçün ilk olaraq sənəd məlumatlarımızı daxil edirik. Bunun üçün vətəndaşlığımızı, doğum tarixini və şəxsiyyət vəsiqəmizdə olan fin seriyasını daxil edərək mən robot deyiləm hissəsinə basırıq. Yoxla hissəsini tıkladıqdan sonra açılan məlumatlar bizə aiddirsə, növbəti hissəsinə keçirik. Aktiv telefon nömrəsini qeyd edib, həmin nömrəyə göndərilən şifrəni xanaya daxil edirik. Növbəti hissəsinə keçid etdikdən sonra elektron poçtumuzu yazırıq. Növbəti hissədə şifrə təsdiqi üçün şifrə təyin edirik. Qeydiyyat uğurla tamamlandı yazısını gördükdən sonra həmin hissəyə tıklayırıq. Açılan yeni səhifədə peşə təhsil müəssisələrinə elektron tələbə qəbulu hissəsinə daxil oluruq. Ekranın sol küncündə yerləşən müraciət et hissəsinə daxil oluruq. Yeni müraciət üçün müraciət hissəsinə daxil olduqdan sonra şəxsi məlumatlarımızın doğruluğunu yoxlayır və əskik məlumatları yerinə yazırıq. Növbəti açılan hissədə təhsil məlumatlarımızı, təhsil müəssisəsini bitirdiyimiz ili, təhsil səbəbinin seriya və nömrəsini, həmçinin verilmə tarixini daxil edirik. Son olaraq sənədin surətini sənəd yüklə hissəsindən sistemə daxil edirik. Növbəti səhifəyə keçid edərək qiymətlərin bizə aid olub-olmamasını təsdiq edirik. Əgər qiymətlər olduğundan fərqlidirsə, düzəliş edirik. Hal-hazırda hardasa çalışırsınızsa onu qeyd edin. Peşə təhsili haqqında məlumatı hansı mənbədən əldə etdiyinizi qeyd edin. Son olaraq ixtisas seçimini edə bilərsiniz. Filtrləmə yerindən müəyyən göstəricilərə əsasən təhsil müəssisəsi, ixtisas, ödənişli və yaxud ödənişsiz təhsil almaq istədiyinizi, təhsil formasını, səviyyəsini və müddətinə görə filtrləmə edərək qarşınıza çıxan siyahıdakı ixtisaslara uyğun maksimum 5 seçim edə bilərsiniz. Sizə uyğun olan filtrləməni etdikdən sonra ixtisasları seç hissəsinə basaraq ixtisasları seçir, 5 ixtisasın sizə uyğun sıralamasını təyin edir. Daha sonra yadda saxla hissəsinə basaraq məlumatı yadda saxlayır. Son olaraq isə yaşıl rəngdə verilmiş göndər düyməsinə basaraq məlumatları göndərirsiniz. İxtisas seçimində uğurlar.